Ailəm böyük olduğundan hər 3 gündən bir məcbur marketlərə getməliyəm. Bugün də bazar günü olduğundan hamı evdədir və bir neçə yemək pişirəcəm. Ona görə qızımla getdik, biraz alış-veriş elədik. İki tane toyuq, pendir, kəsmik, xardal, bu da şirniyyat üçün qabartma tozunu, əsas hər səhər yediğimiz mütləq yumurta, salfetka da aldık, evde bu vardı kurtarmıştı. Nem salfet, bunu çok benim kızım işlədir, resim çəkir deyənə demək olar ki, bunu hər 2-3 gündən bir almalıyıq. Bu da kızımındır və paltaryon paraşok. Bəzi məhsullar skitkada idi, məsəl üçün bu nem salfetka, paltaryon paraşok. Ümumiyyətlə, ümumi bizə 40 manata pul çıxdı. Biraz tərəvəz aldıq, göyərti aldıq, pomidor, xiyar. Hələ vaxtı deyil bunların, amma uşaqlar Cezar salatı istəmişdi, ona görə pomidor aldım və Cezar salatında pekinska kapusta yazılıb bir reseptində, amma biz onu tapmadıq deyənə kağıdan istifadə edəcəyik. İndi yazdı, göyərti çox yemək lazımdır, vitaminlərdir, ona görə 10 dəstə göyərti də aldım. Mən mətbəxdə işlərimi görənə kimi qızlar da evləri yığışdırdı. Bu da bizim 2 dənə şeyimiz, sarı və boz. Hərdən bir-birinə düşman olurlar, hərdən də dost. Qızım tələbədir, amma vaxtı olanda hobisi var, toxumağı çox sevir. Hələ təzə-təzə öyrənir, amma öz üçün çantalar toxuyub.
Balaca qızım da Rəssamlıq Akademiyasının kollecində oxuyur. Bu da onun əl işləri.
Bugün bazar günü olduğundan bugün çöreği pişirirəm. Mayanı özüm hazırlamışam. Çok dadlı çörək alınır. Sadece biraz çok vaxt aparır değil mi? Ben bu işi bazar gününe salıram. Baxın, xəmir nə gözəl gəlib, amma yenə bir-iki dəfə qarışdırıb yenə də saxlayırıq. Xəmirimiz tam gəlib. İndi biz stola biraz düyüğünü səpələyəcəyik. Niyə düyüğünü? Ona görə ki, düyüğünü yapışmır xəmirə və rahat işləmək olur. Baxın, nə gözəl xəmir alınıb. Hava qabarcıqları. Xəmirin altına baxın. Burada 2 növ un var. Mən 1 kilo unun 800 qramı əla növ undur. 200 qram da buğda unu. Göstərim. Unu göstərim. Bax, əla növ ayrı, bu da ayrı. Çelinizə nə var? Bilmirəm, Azərbaycan dilində bunu düzgün nə demək olar. Amma təmizlənməmiş. Üst qabığı buğdanın təmizlənmir. Rəngi də görürsünüz, ağ deyil. Bu iki unu qarışdıranda çörək çox dadlı olur və faydası qat-qat artıqdır. Xəmiri çıxardırıq hamısını stolun üstünə. Yapışqan xəmir olur. Biraz işləmək bundan çətindir. Çox maraqlı xəmirin qoxusu olur. Azca turş kimi. Çörəyində bir azca turş dadı olur. Mən bu xəmirdən 2 dənə çörək pişirəcəm. Kündə formasına salıb bir 5 dəqiqə stolun üstündə saxlayırıq. Xəmiri gözlənə kimi biz qabları hazırlayaq. Fərqi yoxdur nə qabdır. Mən indi belə 2 dənə şüşə qab götürdüm. Üzərinə dəsmal qoyuruq təmiz və düyü unla biraz üzərinə vururuq ki, xəmir dəsmala yapışmasın. Bir dəqiqə gözləyəndən sonra 5-7 dəqiqə biz xəmiri formaya salıb qoyuruq qaba. Bu cür qatlayırıq ki, içi biraz havalı qalsın və pişəndə yaxşı qalsın. Qıraqlarını büküb, xəmirin tikişini yuxarı, üzü yuxarı qoyuruq. Bəli, biraz yapışqan xəmir olur, amma onu belə düzəldirik. Üstünə də azca un səpələyib bağlayırıq. Bu birincisi. Eynisində ikinci xəmirlə edəcəyik. Bunun qabı hazır. Bu biraz niyəsə rahat alındı. Forması da qəşəng oldu. Bu cür qatlayırıq. Yenə də yığırıq. Eyni. Bu da oldu ikinci kündəmiz. Bu 2 gündə də indi qoyacağım soyuducuya. 8 saatda soyuducuda qalacaq. 8 saatdən sonra biz bunu pişirəcəyik. Gördüyünüz kimi xəmirimiz çox gözəl gəlib. Baxmayaraq ki, soyuducudadır. Perqamentin üstünə qoyuruq və belə də pişirəcəyik. Bir dənə də naxış vurmalıyıq. Bu kəsiyi eləyirik ki, çörək yaxşı qalxsın.
böyle böyük. Çünkü qazanım yoxdur yenə mən saxsı qablarda pişirirəm. Olmağına bu gündə üçün bu qazan biraz balaca oldu, amma heç bir yoxdur, yenə də gözəl pişəcək. Bir-iki dənə buz atsaq yaxşı olardı, amma buz yoxdur. Yenə mən su tökdüm. Və 25 dəqiqə par yığılacaq içində və çörək yumşaqlanacaq. 250 dərəcədə 25 dəqiqə. Ondan sonra qapağını götürəcəyik və bir 10-15 dəqiqədə qapaqsız pişəcək. Bu da bizim hazır çörəyimiz. Çox gözəl pişib. Rengi gördüğünüz gibi ağ değil. Ona göre ki mən buna qara un da qatmışdım. İndi kəsə bilmərəm. Çox qaynardı. Axşam yeməyinə plov hazırladım. Yüngül bir forması. Rəfiqəm gəlib qonaq gedəcəkdim deyənə vaxtımda çox yox idi. Soğanı doğrayıb, yağı da qızardırıq. Duz, sarı kök, istiot əlavə eləyib. Qızardandan sonra üzərinə qaynamış, xırda doğramış ət əlavə elədim. Onu da biraz qızardandan sonra üstünə yuyulmuş düyünü əlavə elədim. Üzərinə ətin qaynamış bulyonu əlavə eləyirik və 1 saatlıq qoyuruq dəmə. Plov hazır. Axşamüstü mənim ən sevimli bircə dənəm rəfiqəm bizi qonaqlığa çağırıb. Dünən Pasxa bayramı idi. Biz Novruz bayramda şirniyyatla bölüşürük. Pasxada da bizlə bölüşürlər. Baxın nə gözəldir, nə gözəldir. Əllərinə sağlıq. Çox dadlı idi.